Prezidentin bu qərarına Putin necə reaksiya verəcək sizin fikrinizcə? Əsib coşacaqlar. Rusiya mediasına təbiidir ki, yəqin artıq tapşırıq verilib ki, Azərbaycanın üstündə zaten dayanmamışdılar ki, Azərbaycan əleyhinə kampaniya aparılırdı. Yəni onlar bunu edəcəklər. Biz də deyirik ki, nə bacarırsınız eləyin də. Yəni sizdən qorxan sizin kimi olsun. Biz qorxmuruq ki Rusiyadan. Çəkinmirik. Onların deyəcəyi varsa bizim də həmişə deyəcəyimiz var. Yəni Rusiyanın ümumiyyətlə özü başdan ayağa problem içindədir. Üstə gəldi, bayaq siz dediniz, o xatırlatdınız, Rusiyanın içindəki Türk respublikaları bu saat hazır dayanıblar müstəqilliyə qovuşmaq üçün. Necədir vəziyyət orada? Biraz da oradan danışın. Vəziyyət bir tərəfdən sevindiricidir, bir tərəfdən gərgindir. Gərgindir o mənada ki, Rusiya, deməli, bunların təbii sərvətlərini, mən həmişə demişəm, 75%-ni çapıb talayır, müharibəyə xərcləyir. Ondan savayı gəncləri xüsusən müharibəyə aparırlar zorla. Qırğın qiyamətlə Dağıstanda da, Çeçenistanda da, digər Türk respublikalarında da, hamısında əlavə olaraq da onların həm içində, həm çölündə azadlıq mücadiləsi də dayanmayıb. Və son günlərdə bir neçə nəfər artıq xarici agent elan edilib, bir neçə nəfər yenə tutulub Rusiyada və azadlıq mücadiləsi ilə məşğul olanlar. Hətta orada Fevziyə Bayramova adında bir tarixçi qadın var. Yəni bu Tatar Milli Hərəkatının rəhbərlərindən biridir 1990-cı illərdə. İndi də Tatarstanda yaşayır. Məsələn, onun bir tədbir keçirilirdi keçən həftə. Tədbir onun öz tədbiri idi. Tədbirə gələrkən onu həbs elədilər. Düzdür, sorğulayıb buraxdılar, o özünü çatdırmışdı tədbirə. Amma yəni hətta onu da deyib ki, bunu tutanlara ki, axı mən o tədbirin təşkilatçısıyam, böyük bir tədbirdir, mən gedim ora, yəni çıxanda tutarsınız da. Deyiblər, yox, biz tutmalıyıq, səni sorğulamalıyıq. Aparıb sorğulayıb buraxıblar, yəni gəlib tədbirdə iştirak edə bilib yenə də, özünü çatdıra bilib. Yəni Rusiya ən adi hərəkətlənmədən qorxur. Niyə qorxur? Ona görə qorxur ki, dağılmaq ərəfəsindədir, dağılacaq. Bir mənalı dağılacaq. Bunun başqa yolu yoxdur. Prezident İlham Əliyevin də davranışları Rusiyaya münasibətdə olduqca düzgündür. Olduqca düzgün. Çox doğru hesablanmış davranışlardır. Başqa liderlər o qədər cürət eləmirlər bu cür davranmağa. İndi mən adlarını çəkməyim. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o milli maraqlara söykənən siyasət yürüdür. Bəli. Azərbaycan xalqının maraqlarına söykənən siyasət yürüdür və xalqın da ürəyincədir bu siyasət, prezidentimizin apardığı iş. Çünki Rusiya hələ də artıq bir ilin tamam olmasına bir neçə gün qalır. Azərbaycan təyyarəsinin vurulmasına bağlı bizim tələblərimizə cavab verməyib, bizim tələblərimizi yerinə yetirməyib. 3 gün qalıb üstə gəldə bu Ramiz Mehdiyev olayının da ortadan çıxması ki, bizdə əlavə narahatlıq yaradır da. Çünki hər halda Ramiz Mehdiyev 25 il prezident administrasiyasına rəhbərlik etmiş adamdır. Bunun Rusiya bağları haqqında belə çılpaqlığı ilə məlumatlar əvvəllər ya məlum idi, məlum deyildi, onu bilmirik. İndi dövlətin bildiklərini biz bilməmişik. Amma ən azından indi aşkar olunur ki, bu hətta dövlət çevrilişi etmək istəyib, şura qurmaq istəyib. Və bunu kimin əli ilə edir? Moskvanın əli ilə. İlham Əliyevin düz də o şəkillər demişkən ağzının içində oturmuş adam, lap da yanında oturmuş adam, dövlətin, rəhbərliyin zirvədə oturmuş adam, sən demə Moskva vasitəsilə burada çevriliş etmək istəyirmiş. Ona görə mən düşünürəm ki, Moskva şər yuvasıdır. Nə qədər ki Moskva mövcuddur bu Rusiya Federasiyası adı altında, bizə rahatlıq olmayacaq. Ona görə İlham Əliyev yəqin ki, o hesabları görür, düşünür ki, SSR çökdüyü kimi Rusiya Federasiyası da yaxında çökəcək. Ona görə məsafəli davranmaq ən doğrusudur. Niyə? Cəhənnəmə gedən özünə yoldaş axtarar. Rusiya cəhənnəmə gedir. Özünə yoldaş axtarır. Ermənistan da yayınır, biz də yayınırıq. Hətta Orta Asiya Türk Respublikaları, ümumiyyətlə Orta Asiyanın 5 Respublikası onlar belə yayınır. Siz görmədinizmi o Tacikistan prezidentinin Rusiya prezidenti ilə yanaşı duranda Putin əlini uzadır belə ki salamlaşmaq üçün də. O belə onunla salamlaşmaq istəmirdi. Hansı toplantıda? Şanxay idi, Çində. Yəni onlar belə ondan kənar durmağa çalışırlar. Görürsünüzmü? Çünki artıq onlar da başa düşür ki, Rusiyanın sonu gəlir. Cənab Prezident Rusiyaya səfər etməməklə həm Rusiyaya, həm Putinə, həm də bütün dünyaya çox ciddi siyasi mesajlar verdi. Bu mesajlardan biri də fikrimcə Azərbaycan iqtidarı ilə Azərbaycan xalqının monolit birliyinin təsdiqidir.
Ramiz Mehdiyev olayından sonra müəyyən fikirlər formalaşdırılmışdı. Rusiya mediasında da belə fikirlər formalaşdırılır. Azərbaycan sosial şəbəkə segmentində də müəyyən o tezislərindən paylaşımlar edilir. Güya ki, belə də, yəni iqtidarla xalq arasında hansısa bir uçurum yaranıb, problemlər var. Prezident göstərdi ki, sübut etdi ki, Azərbaycan iqtidarla Azərbaycan xalq arasında bir monolit birlik var. Niyə? Çünki əgər iqtidarla xalq arasında hansısa bir problem olsaydı, Rusiyanın burada törədə biləcəyi təxribatlardan ehtiyatlanan dövlət başçısı Rusiya səfər edərdi. Getməyibsə, deməli, bu həm də meydan oxumaqdır. Tural bəy, mən bir dəfə sizin verilişdə demişdim, qoy təkrar olsun, ziyanı yoxdur, yaxşı fikirdir. Ermənistana bizim bu heyət ki getmədi, bu vətəndaş cəmiyyəti nümayəndələri 5 nəfərlik. Onların oradan qayıtmasından sonra, təkrardır, yenə üzr istəyirəm, tamaşaçılardan yadlarına düşəcək. Onlar oradan qayıdandan sonra Ermənistanda deməli çox məşhur bir adamdır, hamı tanıyır. Azərbaycanda da bunu media sahəsində, QT sahəsində hamı tanıyır. Boris Novosardyan var, İrəvan Press Klubunun prezidenti idi, indi fəxri prezidentidir. O kifayət qədər də hazırlıqlı adamdır, təcrübəli adamdır. Onun geniş bir müsahibəsinə baxmışdım, yarım saatlıq bir müsahibəsinə. Orada bir fikir səsləndirmişdi. Ki, Ermənistandan fərqli olaraq Azərbaycanda ictimai rəydə hakimiyyət, xalq arasında uçurum yoxdur. Monolitdir. Bəli. Xalqla hakimiyyət, ictimai rəydə monolitdir. Ona görə Azərbaycan uğurlar qazana bilir. Bunu erməni deyir. Və onun o fikrini o veriliş boyunca, o müsahibə boyunca aparıcı özü də təkrarladı ki, doğrudan da Azərbaycanda xalqla hakimiyyət arasında monolit fikir birliyi var. Yəni uçurum yoxdur. Bizim əslində uğurlarımızın kökündə budur. Xalqla hakimiyyət birdir. Biz yeri gələndə tənqid edirik də hakimiyyəti, düzdürmü? Bəli. Amma o kritik moment olanda kim bizi ayıra bilər hakimiyyətdən? Heç bir qüvvə. Heç bir qüvvə. Heç bir qüvvə. Və işin burada qəribə və təəccüblü bir şey də var ortada. Siz Əli Kərimlidən bayaq danışırdıq da. Vaxt var idi ki, bu cəbhədəki adamlar Azərbaycan hakimiyyətini Moskvaya bağlı olmaqda ittiham edirdilər. Və həqiqətən də bir yanlış fikir yaratmışlar bu ölkədə ki, hakimiyyət Moskvaya bağlıdır. Amma zaman göstərdi ki, özləri Moskvaya bağlı. Sən demə özləri Moskvaya bağlı. Yəni təsəvvürə baxın, yəni baş verənlərə baxın. Deməli, əslində Heydər Əliyev Moskva ilə işləsəydi Ulu Öndər vaxtında, təəccüblü heç nə yoxdur. Niyə? Çünki bu orada işləyib zaten. Bunun ora bağlı olması, hansısa bir əlaqələrinin olması normaldır. Çünki bu Moskvada işləyib. Nazirlər Kabinetində o vaxtı Sovetin dövründə, yəni Azərbaycana rəhbərlik edib, gedib orada rəhbərlərdən biri olub SSR-də. Bunun əlaqələrinin olması təəccüblü deyil. Amma heç vaxt Moskvada işləməyən bu Əli Kərimlilərin əlaqəsinin olması, bu təəccüblüdür. Ki, sizi nə bağladı ora? Sizi kim bağladı ora? Yəni, ona görə də zaman dəyişib, dövran dəyişib. İndi görürük ki, əslində bizi Moskvadan qoparan Heydər Əliyevdir, ardınca İlham Əliyevdir. Ki, onlar bizi tam olaraq Moskvadan qoparmaq üçün çalışıblar və buna nail olublar. Və bizi Moskvadan qoparacağını iddia edən adamlar bu günləri Moskvanın adamı çıxır.